Salam dostlar. TikTok'da canlı yayın açırsınız, jeton gəlmir ya da hədiyyə göndərən yoxdur. Əslində bilirəm ki, çoxunuz TikTok jeton hiləsi axtarırsınız. Bu səbəblə bu gün sizə TikTok jeton hiləsi necədir addım-addım çəkib göstərəcəm. Sizə real şəkildə jeton artırmağın, pulsuz bir şəkildə jeton əldə etməyin necə mümkün olduğunu göstərəcəm. Əvvəlcə məlumat vermək istəyirəm ki, TikTok jeton hiləsinin hesabınıza heç bir riski yoxdur. Heç bir proqram köçürməyinizə ehtiyac yoxdur. TikTok hesabınızın şifrəsini yazmağa ehtiyac yoxdur. Sadəcə TikTok istifadəçi adınızı yazmaqla TikTok'ta jeton hiləsi edə biləcəksiniz. Sistem avtomatik olaraq real jetonları hesabınıza ötürür. Məlumat vermək istəyirəm ki, dostlar, bu jetonlar orijinal jetonlar deyil, saxta jetonlardır. Yəni hədiyyə göndərə bilərsiniz. Bu şəkildə istədiyiniz adamı canlı yayında dəstəkləyə bilərsiniz. İndi isə gəlin görək jeton hiləsi necədir, bunu sizə addım-addım göstərim. Videonun sonuna qədər izləyin. Dostlar, addımlara keçmədən öncə məlumat vermək istəyirəm ki, hər videomuzda olduğu kimi kanalımıza abunə olub, videonu bəyənib TikTok istifadəçi adını yazanlara jeton hədiyyəmiz olacaq, bilginiz olsun. Dostlar, Google'a gelirsiniz, takipçi.com jeton hiləsi yazırsınız. Baxın, takipçi.com jeton hiləsi yazırsınız dostlar. Çıxan ilk yaşıl loqolu sayta daxil olursunuz. Bura daxil olduqdan sonra aşağıya doğru düşürsünüz dostlar. Ən aşağıda bütün hilələr bölümü var. Bu bölümü tapıb daxil olacaq dostlar. Bütün hilələrə daxil olduq. Buradan TikTok hilələrine daxil oluruq. Buradan isə TikTok jeton hiləsinə daxil oluruq dostlar. İstifadəçi adınızı buraya yapışdırırsınız. Mən az öncə TikTok istifadəçi adımı yapışdırdım dostlar. TikTok istifadəçi adınızı dostlar buraya yapışdırırsınız. Miqdarı seçirsiniz. Günlük 5000 limit var. Mən 3000 göndərim edəcəm. Xarici server seçmeyin dostlar. Azərbaycan serveri seçməyə diqqət edin. Göndər düyməsinə basaraq bu şəkildə pulsuz jeton hiləsi edə bilərsiniz.